Məməzlərim, necəsiz? Bugün kələm dolmasıdır. Готовим сегодня голубцы. Bizdə dana ətidir və biraz mən quyruq vurdum məməzlərim. Девочки, у нас телятина, и я немножко добавила сюда бараньего курдюка. Бисмиллах. Duz, sol, sarı kök, kurkuma, acı paprika, острая paprika, karabiber, перец черный, yumru düğü, kruglый рис, ərinmiş yağ, topленое масло, biber tomatı, перечная pasta, помидор tomatı, tomat и мелко нашинкованный xırda doğranmış soğan. Və yaxşı qarışdırırıq, девочки. Как следует вымешиваем фарш. Все, вода. Et hazır, мясо готово. Tereyağı, topленое масло. Məməzləri, kələmi pörtdətdim, qatları ayırdım və sonradan dənə-dənə bunları yenə bişirdim. Özdə görürsünüz, yumuşaqdır. Nə xəşil olmasın, nə də ki kal. Ona görə ki, rahat bükülsün. Bölürük iki yerə. Və mütləq bunları da kəsirik. Baxın. Сердцевину вырезаем. Сердцевину вырезали. И берем, выкладываем мясо. Tanyusінkim sloyam. Ortasından məməzlərim kəsirik və çox az ət götürürük. Türməyə kimi bükürük. Сворачиваем в рулет и в улитку. Belə. Готовим соус. Kurkuma соуса hazırlayırıq. Домашние konservirованные pomidorы. Pomidorları özüm bağladım. Zövqə görədir, tomat əvəz edə bilərsiniz. Kələmi pörtdədəndə mütləq duzlu suda pörtdədin, девочки, когда отвариваете капусту. Обязательно в подсоленной воде. 200 derecede 35 derece 200 gradusов 35 minut. Dolmamız hazır və görünüşündə göstərim.